Biz qlaukomanı necə bilirik? Gözdaxili təzyiqin yüksəlməsi. Belə bir sual gələ bilər. Görəsən, gözdaxili təzyiq yüksəlmədən də qlaukoma ola bilərmi? Bəli, onun adı elə gedir, normotenziv qlaukoma. Biz demişdik ki, bir insanda qlaukoma diaqnozu deyə bilməkdən ötürü 3 dənə əlamət olmalıdır. Gözdaxili təzyiq yüksək olmalıdır, görmə sahəsi daralmış olmalıdır və görmə siniri diski başında ekskavasiya genişlənmiş olmalıdır. Bəzən olur ki, birinci əlamət, yəni göz daxili təzyiqin yüksəlməsi əlaməti olmur, amma digər iki əlamət olur. Yəni, sinirdə də zədələnmə olur, görmə sahəsində də daralma olur. Belə olan hallarda biz onlara normotenziv qlaukoma deyirik. Əslində bu normotenziv qlaukomada biraz dərinləşsək, oradan da bir şeylər tapa bilərik. Tapacağımız şey, bir, buynuz qişə normadan çox incədir. Yəni, aldadıcı gözdaxili təzyiq normal kimi görsənir. İkinci, gözdaxili təzyiqimiz gün ərzində dalğalanır. Necə ki, qol təzyiqimiz gün ərzində dalğalanır, gözdaxili təzyiqimiz də gün ərzində dalğalanır. Ən çox gözdaxili təzyiqlərimiz qalxır gecələr, yatanda. Xəstə həkimə heç vaxt gecə saat 2-də, 3-də getmir. Gündüz vaxtı gedir. Gündüz vaxtı gedirik, həkim təzyiq ölçür, təzyiq normaldır, amma gecələr təzyiq qalxır 35-ə, 40-a. Belə olan hallarda sinir zədələnir, xəstə yuxudan qalxır. Normal biz yatanda bədəndə maye dövranı, osmolar təzyiq yayılmış olur, gözdaxili təzyiq yüksəlir. Ayağa qalxanda öz ağırlığınla maye enməyə başlayır və gözdaxili təzyiq azalmağa başlayır. Bu, elə bizim üzümüzdə də yatırıq, yuxudan qalxanda üzümüz şişmiş olur. Yuxudan qalxdıq, 1 saat, 2 saat keçdi, artıq üzümüzdəki ödem şişkinlik keçir. Eyni onun şəklində, doktor yuxudan qalxanda dumanlı görürəm, amma biraz vaxt keçir, yavaş-yavaş görməyim açılır, hər şey normal olur, axşam tərəfi əla görürəm. Yəni, belə olan hallarda da biz ona normotenziv qlaukoma desək belə, təzyiq normada olsa, yəni bu xəstələr qlaukoma xəstəsi sayılır. Buradan ortaya çıxaraq maraqlı bir mövzu inkişaf etməyə başladı. Bu, normotenziv qlaukoma, xəstənin təzyiqi 14-də, amma sinirdə zədələnmə var. Belə bir termin formalaşdı, hədəf gözdaxili təzyiq deyilən bir termin. Çünki biz ümumiyyətdən danışırıq, 100 xəstədən 90-ında belə gedir. 21-dən aşağı normadır deyirik, amma elə xəstə var ki, 18 təzyiq də onlar üçün normal deyil. Ona görə hədəf gözdaxili təzyiq təyini deyilən oftalmologiyada bir mövzu var, qlaukoma xəstələrində. O mövzuya diqqət etmək lazım olur.